İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn. Amma ba'd. İnşallah götürəcəyimiz kitab Əlfiyyə kitabıdır. İbn Əqilin şərhi ilə və bəzən də Şeyx Muhyiddin Rahmehullahın irabına da toxunacağıq. Deməli, İbn Məlik Rahmehullah belə başlayır. Bismillahirrahmanirrahim. Qalə Muhammedun huve İbn Maliki Əhmədu Rabiyallaha xayrə Maliki. Musalliyan alə Nəbiyyi el-Mustafa və alihi müstəkmilinə əş-şərəfə. Deməli, ümumi məna ki, deyir ki, Muhammed deyir, yəni İbn Məlik Muhammed, yəni özü üçün deyir. Əhmədu, həmd edirəm Rəbbim Allaha, xayrə Məlik, Məlikin xeyrinə. Musalliyən və salavat deyərək alə Nəbiyyi Mustafa, seçilmiş Nəbiyyə Peyğəmbər salsın. Və əlihi müstəkmilinə, onun ailəsinə, hansı ailəsinə müstəkmini tamamlayan, nəyi əş-şərəfə, bütün şərəfli işləri tamamlayan ailəsinə. Və burada Muhyiddinin hələ şərhə keçməmiş, Muhyiddin bu şeiri irab eləyir. Deməli, Bismillahirrahmanirrahim deyir. Elhamdülillah vəhdəhu və salatu və selamu alə mən lə nəbiyyə ba'də. Qalə fi'lül madi. Muhammed fail. Huve mübteda. Mübteda. İbnu haberül mübteda. İbn haberül mübteda. Yani İbn Muhammed'in neydi? Haberidir. Malik mudafun ileyhi. Ve kâne hakku ibn en yakune na'ten li Muhammed'in. Amma deyir, İbnin haqqı odur ki, gərək nə olmalıydı? Muhammedin sifəti olmalıydı. Yəni Muhammed İbn Maliki. Onda Muhammed mənut olur, İbn na'at olur. Muhammed nədir? Mənut olur. Və onu deyir, Şeyx burada Muhyiddin Rahmetullah deyir ki, gərək Muhammedin sifəti olaydı. Və ləkinnəhu qata'ahu anhu. Lakin İbn Malik şeirində o nat mənutun arasını ayırıb. Qata'ahu, kəsib. Nə ilə ayırıb? Muhammedun huva deməklə. Aydındır. Və ca'alehu xabrən lid-damirihi. Yəni damirin sayəsina onun xəbəri edib. Vel asl enne zalika innema yecuz iza kana al-man'ut ma'luman bidun na'at. Həqiqətən o iddia. Yəni əsl odur ki, həqiqətən belə şeylər mümkündür. Yəni icazəlidir. Nə vaxt yalnız icazəli olur? İnnəmə yəcuz izə kənə mən'ud. Əgər mən'ud, yəni Muhammed sözü məlumdursa, biduni nat, yəni nat olmasa da olar. Onda istəyir o nat həqiqi cəhətdə olsun, istəyir nədir? İddia cəhət. İddia nə deməkdir? Məcazi cəhətdən. Yəni məcazi cəhətdən cəmaətin içində tanınıb. Misal üçün, deyirlər ki, aslan filan kəs. Yəni bu cürdən və nəhvçi filan kəs. Aydındır. Və tanınıbsa, eyb etməz. Yəni bu cür iddia. Kəmə ennəl əsl, ənəhu izə quti'annət ən ittiba'ihi li mən'utihi. Fi iqrabihi yunzarı fiddəə ileyhi. Necə ki deyir, əsl odur ki, izə quti'annət ən ittiba'ihi li mən'utihi, bu islahdır. Ki, yəni sifəti mənutuna tabi etməkdən ayırmaq olar, tabi etmək ayırmaq olar və bu baxılır nəyə? Danışanın qəsdinə. Və inkənə nat lil-məth əv zəm vəcəbə hasful amil. Əgər nat, yəni sifət tərif üçündürsə və yaxud da tənqid üçündürsə, onda onun amilini həsf eləmək vacibdir. Yəni amili nə ola bilər? Yəni huvasını, mübtədasını onu düşürmək vacibdir. Yəni onu ki nə ki rafa salır. Və in kana li ghayri zalik, yox, bunun əksi, bundan başqa bir şey olarsa, cəzə hasful amil və zikruhu. İstəsən amili düşür və yaxud da ki zikr elə. Və cümlə huna, və cümlətu huna və hiyə qavlu huve İbn Malik, bu yəni cümlə
Leysət lil məth və lə lil zəm. Nə tərif üçündür, nə də ki, məzəmmət eləmək üçün. Bu, bəli, hiyə lil bəyan. Əksinə nə üçündür bu? Yəni, bəyan eləmək üçündür. Fəyəcuz zikru əl-amil və hul mübtədə və bu zaman onun amilini, hansı ki mübtədadır, mübtəda olan amilini zikr eləmək olar. Və idən və beləliklə, yəni bu qayda, yəni bu izahdan sonra artıq bildiniz ki, beləliklə bələ bu uğbar olmalıdır deyəsən. Uğbardır. Yəni qüsursuz. Fələ uğbarə alə ibarətin nazim heythu zəkərə amilə və huvəl mübtədə. Və burada nazim, yəni şeiri yazan İbn Məlikin bu hansı ki mübtəda olaraq amili zikr etməsində heç bir qüsur yoxdur. Vəl cümlətu min mübtədə vəl xəbər la məhəllə ləhə minəl i'rab mu'taridun beynəl qavl vəl məqul. Və o bir cümlə etiraz yoxdur, yəni mötərizə cümləsi kimi gəlib və o bildiyimiz kimi bu mötərizə cümlələrinin də nədir? La məhəllə ləhə minəl i'rab. Əhmədu fe'lu mudari. Fe'lun mudari'un və fa'iluhu damir mustatir fihi vücuban təqdiruhu ənə. Demişdik ki, yəni bu damirlərin vücub tərəfi var və caiz tərəfi var. Yəni mustatir olmaq cəhətdən. Mustatir olmaq cəhətdən. Bu da yəni əgər qayibdirsə cavazdır. Digər mütəkəllimlə müxatabda bu şeylər, bu cür faillər, damirlər gizlənməsi nədir? Vücubdur. Yaxşı. Deməli və vücuban təqdiruhu ənə. Rabbi, yəni Rabb mənsubun alə təzim. Alə təzim nə deməkdir? Yəni məfulun bihi. Sadəcə Allah Subhanahu qayıdır deyənə alə təzim deyir. Yəni əzəmətlənmə üzrə. Yəni məfulun bihi. Yəni Əhmədu həmd edirəm kimə? Rabbə. Yəni Rəbbi tərifləyirəm. Və aləmətun nasbihi fəthətun müqaddaratun alə mə qablə yə mütəkəllim ki, yəni yədən qabaq bunu yəni fəthə müqaddərədir. Sadəcə mən'a min zuhurihə iştiğalu əxiril kəlməti bi hərəkətil münasibə. Yəni münasib hərəkəyə görə kəlmənin o sonundakı bu hərəkə ki var, Rabbi, o ona uyğun olaraq nədir? O fəthə istifadə olunmayıb. Yəni Rabbəyə olmayıb. Rabbiyə olub. Yəni yəyə görə. Yəni hərəkəsi onu belə deyə məşğul edib. Sonra Rabb mudafdır və ya mütəkəllim mudafun ileyhi məbniun alə sukun fi məhəlli cər. Nəam. Sonra Allah. Allah atfı bəyandır nəyin? Li Rabbinin. Yəni Rəbbim Allah. Rəbbim kim? Allah. Yəni onun atfı bəyan. Əv bədəlun minhu. Və yaxud da ki bədəl. Mənsubun bil fəthəti zahirə. Niyə nasba düşdü? Rabbi bildiyi niyə nasba düşdü? Yəni alə təzim və məful bihi. Allah Subhanahu bədəl və yaxud atfı bəyandır ona görə. Atfı bəyandır ona görə. Çünki biz demişdik ki, bunlar tavabelərdən də. Bədəl, yaxşı. Mənsubun bil fəthə əz-zahirə. Xayra. Mənsubun bi amilin məhsufun vücuben təqdiruhu əmdəhu. Burada da, yəni bu xayra niyə bəs nasbdadır? Deyir ki, bunun amili düşüb. Yəni orada nə olacaqmış təqdirdə? Elə bil ki, Əhmədu. Əmdəhu. Yəni əmdəhu Rabbi Allaha və əmdəhu sanki belədir də cümlə. Və qilə həlun ləzimə və deyirlər ki, bu sanki haldır və xeyru mudafdır, bu aydındır. Və məlik mudafın lehdir və cümlətü min Əhmədu və failihu və mə təalləqu bihi. Yəni ona ki hansı ki mütəalliqlər var, minəl məmulət, hani amil olunanlardan ki burada nə ki ona amillər məmullar ki mütəalliq olub Əhmədə, hamısı nəymiş? Fi məhəlli nasbdır. Məfulun bihdir. Niyə? Li qaləyə görə. Qalə məqulu qovulda. Və yuqal ləhə, həmçinin ona nə deyirlər? Məqul əl-qovul. Aydındır.
bu məqul qol deyirik ki, həmişə nasibdə olur. Sonra şeirdə ki, gəlir musalliyən həl müqaddara. Bu deyir haldır. Niyə təqdirdə müqaddara deyir? Axı oradadır, zahirən görünür. Hə? Niyə belə söz işlədir şeyx? Və mənə kavnihi müqaddara. Hə? Yəni deyir ki, müqaddər dedikdə, yəni onun mənası budur ki, ənəhə təhdusu fīmə bə'd. Yəni müqaddərə halın mənası budur ki, o sonradan baş verir. Yəni cümlədə lazımı anda o halı ki gətirən cümlə ki var ha, o feil ki var ha, həmin anda işlənməyib. Yəni Əhmədu musalliyən demədi. Hə? Əhmədu Rabbiyallaha xeyrə məliki musalliyən alə nəbiyyinə, hə? Mustafa. Yəni sanki bu tərif əsnasında gətirmədi. Ona görə deyir ki, təhdusu fīmə bə'd. Və zəlikə lənnəhu lə yusalli alə nəbi sallallahu əleyhi və səlləm salavatullah aleyhi fi vakti hamdihi lillah. Fikir verdiniz? Yəni Allah'a tərif zamanında, həmin vaxtda demədi deyənə. Və innəmə təqau minhu əs-salat ba'dəl-intihə minəl-hamd. Sadəcə olaraq salat sözü nə vaxt yerləşdirildi, istifadə olundu? Ba'dəl-intihə minəl-hamd. Hamd bitdikdən sonra. Və sahibuhə, nəyin sahibi? Hə, hara qayıdır? Yəni sahibi hal. Onun halı nədir? Ad-damir mustatir. Vücubən fi Əhmədu. Hə? Yəni ənə. Mən, yəni salavat deyərək Allaha, yəni sənin halındır da bu. Sən necə həmd edirsən Allaha? Yəni Allaha həmd edirəm, həm də Peyğəmbərə salavat deyərək. Alən nəbi cər və məcrur mütəalliqin bil hal. Halla nə ilə mütəalliq imiş? Hal hansıydı? Musalliyən. Musalliyən. Niyə onunla mütəalliq ola bilir? Axı o feil deyil. Feil olmasa da, ha, feilin işini görə bilir. Musalli, yəni müfəil ismu faildir deyənə. Yaxşı. Əl-Mustafa na'tun lin-nəbi. Mustafa nəbinin sifətidir. Və huwa məcrurun bi kəsrəti müqaddərə alə əlf mən'a min zuhur ət-təazzur. Və əlihi. Əl-vaf nədir bu da? Atifdir. Atifə. Atifdirəm, atif edicidir. Əl, yəni mə'tufun alə nəbi. Və əl mudaf. Və hə mudafun ileyhi. Yəni orada əlihi gəlir ona görə. Məbni alə kəsr fi məhəlli cər. Əl-müstəkmilin na'tun. Nəyin na'tıymış? Li əlinin. Yəni kamil edən onun əhl-i beyti. Nəyi kamil edib onun əhl-i beyti? Həm də bu ismi faildir ha. Müstəkmilin ismi faildir. Yəni bunlar kamilləşdiriblər. Kamil edən, yəni əhl-i beyti məcrurun bil yə əl-məqsur mə qabləhə əl-məftuh mə bə'dəhə liənnəhu cəm müzəkkər səlim ki, yəni bildiyimiz kimi cəm müzəkkər səlimin yəni quruluşu belə olur. Fihi damir mustatir huva failuhu. Orada nə var? Huva var imiş. Bu da faildir. Niyə? Çünki əş-şərəfə sözü nədir? Bir fəthəşin məfulun bihidir. Axı onu nə şərəfə sözünü nə məful bih elədik ki orada? Müstəqbilin sözü. Müstəqbilin kəlməsi şərəfəni neynədir? Bəs məfulun bih etdi. Yəni nasba saldı. Yəni şərəfi tamamlayan ailəsinə də salavat olsun. Böyle şeyh devam edir. Hə, devam edir. Onda hələ ki mətnə keçməyək. Deməli, lil müstəkmilinin nədir? Məfulun bihisidir. Sonra mənsubatun bil fəthə zahirə bu aydındır. Və əlif lil itlaq. Oradakı əlif, haradakı əlif? Əş-şərəfə. Hə? Ümumi bütün mənaları özündə cəm eləyən əlifdir. Bu yəni əlifin bəlağət tərəfidir, yəni nəfi tərəfi deyil. Əv dammişin
Na'tun thânin lil âli mecrur bil kasra. Əgər və yaxud da ki, şini damməli də demək olar. Onda məcrur olaraq ikinci naht olaraq nəyin? Əlinin. Muqaddarın alə əlif. Yəni bu cür də demək olar ki, əlinin ikinci sifəti olaraq. Deməli, İz huve məksur minəl məmdud. Onda deyir, məksur məmdud bilirsiniz də, yəni burada indi çox xırdalamağa ehtiyac yoxdur, çünki artıq əlifiyyə keçirir. Yəni bunu siz Əcürmiyyədən və digər kitablardan xəbəriniz var ki, məksur nədir, məmdud nədir. Və əsluhu şurafədir. Əsluhu şurafə. Bu şərif sözünün nədir cəmi? Əş-şurafədir. Yəni cəmu şərif kə kuramə və zurafə və uləmə və buxalə və nücəbə fi cəmi kərim və zarif və alim və bəxil və nəcib. Bunların şeyi kimi, cəmi kimi. Amma bəs niyə şeyx burada əlifləm istifadə elədi? Əş-şurafə demədi. Yəni əlif itlaq mənasında olan əlifdən istifadə elədi. Nə deməkdir o? Yəni deyə bilərdi əl-müstəqbilinə əş-şurafə. Şurafə sadəcə şərifin cəmidir. Şurafə sadəcə kəlmənin cəmidir. Şərif və şərəfliləri. Hə? Şərəfli olan şeyləri. Şərəfli əməlləri. Amma şərifə, orada əlifləmə isə daha bəlağətlidir. Yəni biri var şərifin cəmi şurafə. Biri var ki, bütün şərəfli əməlləri. Orada əlifləm itlaq əlifləmidir. Hə? Bütün şərəfli əməlləri neyib? Əhatə edib. Ona görə bu cür gətirib. Və alə həzəl vəc yakun məf'ul qavlihi el-müstəkmilin məhdufən. Və belə götürsək, müstəkbilin məf'uldur, düşmüş bir sözlə və kənnəhu qad qalə, sanki belə demiş olur. Musalliyən alə Rasul Mustafa və alə əlihi müstəkmilin ənvəl fədai şurafə. Yəni sanki nədir? Mənası bu cürdur. Yaxşı, qaydaq indi növbəti beytə. 3-cü beytdə. Və əstə'inullaha fi əlfiyyə. Məqasidun nahvi bihə məhviyyə. Allah'tan bir yardım istəyirəm. Əlfiyyə haqqında. Yəni bu kitabı yazmaq haqqında. Və əlfiyyənin sifəti gəlir. Nədir bu sifət? Məqasidun nahvi bihə məhviyyə. Əslində məqasid mübtədadır. Və xəbəri də məhviyyədir. Yəni nəhvi məqsədləri özündə əhatə edən əlfiyyə haqqında əlfiyyəni yazmaq üçün Allah'tan kömək istəyirəm. İndi əlfiyyə haqqında danışır ki, nə olan şeydir o? Tuqarribul aqsa biləfsi mucəzi. Yəni mucəz qısa sözlə, aqsa uzaqda gizlin olan məsələləri tuqarrabı neyinir? Yaxınlaşdırır, yəni izah edir. Və təbəsudu əl-bəzlə bi vaadin muncəzi. Və çoxaldır, daha da genişləndirir. Nədir? Bəzl, yəni müəyyən mənaları bi vaadin muncəzi. Yəni dərhal yerinə getirir. Nə ilə? Verilən vədlə. Yəni kitabı izah edir. Sonra yenə kitab haqqında danışır. Çünki tə burada qadın cinsindədir bunlar. Əlfiyyə sözünə qayıdır. Və təqdadi rıdan bi qeyri suxti fəiqatan əlfiyyətə İbn-i Muhti. İbn-i Muhtinin deyir əlfiyyəsinə üstün olub, təbii ki deyir bi qeyri suxti. Yəni etiraz olmadan. Rıdan, könül xoşluğuyla təqdadi, yəni hökm verir bu əlfiyyə kitabı yəni olur İbn-i Muhtinin əlfiyyəsindən. İbn-i Muhtinin əlfiyyəsindən. İbn-i Muhti haqqında inşallah gətirib burada şeyh baxarıq. Və sonra nə deyir? Deyir axı İbn-i Muhtinin əlfiyyəsindən üstündür. Amma şeyxin təvəzzükarlığındandır ki, deyir ki, və huva bisabqin haizun
tafdilə mustavcicun sənə ilə əl-cəmilə. Amma deyir, o öncə deyir yazıldığı üçün məndən daha üstündür. O bisəbqin həizun tafdilə. O daha məndən üstündür, yəni fəzilətə layiqdir. Mustavcib, yəni layiqdir. Sənə ilə cəmilə, gözəl, tərifə daha layiqdir. Şu bitirək beytin özünü. Vallahu yaqdi bi hibatin vafira li və lehu fi dərəcətil axirə. Şeyx duanla bitirir ki, Allah Subhanahu taala, yəni burada faildir. Yaqdi deyir, hökm versin. Bi hibatin vafira, kamil hədiyyələr verərək, yəni hökm versin mənə və ona. Yəni ona kimdir? Yəni İbn Muhtiyə ahirətdə, yəni bir dərəcə olaraq. Amin. Deməli, əstəinu burada gətirir. Əl-vav hərf-i atfdır. Əstəin fe'l-i mudari' فعل مضارع وفاعله ضمير مستتر فيه وجوبا تقديره أنا. الله منصوب على التعظيم يعني مفعول به دي. وجملة الفعل والفاعل وما تعلق به من المعمولات في محل نصب معطوف على جملة السابقة الواقع مفعولا به. Yani li قال. Yani hamısı قال'ya atf olduğuna göre mequl qol. Fi elfiye cer ve mecrur mutaallıkun bi esta'inu. Megasid mübteda ve megasid mudafdır hemsinin ve nah mudafun ileyhi biha. Mudaf ileyhi biha cer ve mecrur mutaallıkun bi mahviye. Yani ehate sözüne. Haber məhviyə xəbəri mübtəda. Hansı ki, o məhviyə ki, mübtədanın xəbəridir. Və cümlətül mübtəda, yəni məqasid oradakı var idi. Məqasidun nəhvi biha məhviyə. Həmin o cümlə mübtəda və xəbəruhu ikisi bir yerdə fi məhəlli cər. Niyə? Naht fi məhəlli cərin naht əvvəli əlfiyyə. Əlfiyyəni sözünün oradakı var idi. Və istəinu Allah fi əlfiyyə. Əlfiyyə sözünün birinci sifətidir. Sonra tuqarribu fiil mudari ve failuhu damir mustatir fihi cevazen takdiruhu huve yaudu ile elfiye. El aksa mef'ulun bihi. Neyin mef'ul bihidir? Li takarrubinin. Bilafz cer ve mecrur mutaallıkun bi takarrub. Muciz naht lil lafzı tebsutu. Vel vav harfu at. Yani muciz tebsutunun adı sifetidir. Sonra el-vav harfu atfı tebsudu fi'lu mudarim ve failuhu damir mustatir fihi cevazen takdiruhu hiye yaudu ile elfiye. Eydan. Ümumiyyətlə görürsünüz ki, naht mənut şeirlərdə yerini dəyişir. Zaten bunlar normal şeydir. Şeirlərdə belə şeylər olur. Sonra el-bəzir məfulun bihi li nəyin təbsutunun. Biba'd cer ve mecrur mutaallıkun bi təbsut. منجز نعت للوعد وجملة الفعلين المضارعين الذين هما تقرب وتبسط مع فاعلهما الضميرين المستترين وما يتعلق بكل منهما في محل جر عطف على جملة الواقعة نعتا للألفية. Bunlar hamısı elfiyenin neymiş? Növbəti sifət olduğuna görə sifət hətta deyə bilər ki, fi məhəlli cərdir. Vəl cümlətəni, çünki əlfiyə özü cərdə daxı fi əlfiyədir. Vəl cümlətəni nəətən thaniyə və thəlisə əli əlfiyə. Bunlar hamısı əlfiyənin nədir? Sifətidir. Ona görə fi məhəlli cər deyirik. Sonra və təqdadi. Əl-vav hərfu atf
تقتضي فعل مضارع وفاعله ضمير مستتر فيه جوازا تقديره هي يعود إلى ألفية. Ona göre kadın içində gəlib. Əlfiyə də qadın içində ona göre. Rıdan mef'ulun bihi. Neyin? Li taqdadiyin. Bi gayri cer ve mecri mutaalliqun mehsufun na'tan li rıda. Rıdanın düşmüş sıfatının e, mutaalliqidir. Ve gayri mudafun ve saht ve suht mudafun ileyhi faigetun hal e, yani halde faigeten de yani üstün olarak. Yani min damir mustatir fi takdati. وفاعل فائقة ضمير مستتر فيه جوازا تقديره هي ألفية مفعول به لاسم فاعل الذي هو فائقة وألفية مضاف وابن مضاف إليه وابن ابن مضاف إليه وابن مضاف وهمسند özü مضاف ابن ومؤتي مضاف إليه وجملة تقتضي مع فاعله وما يتعلق به من المعمولات في محل جر عطف على جملة الواقعة نعتا لألفية أيضا. Var hamısı əlfiyə qayıdır. Sonra və huva əl-vav li istinaf, yəni başlanğıc bildirən vavdır. Vav huva isə damir munfasil. Mübtəda bi səbqin. Yəni və huva bi səbqin haizun oran deyir. Cər məcrur mutaalliqun bi haiz el-ati bə'də. Ondan sonra gələn deyir. Nədir? Mutaalliq olur. Vəl-bə li səbəbiyyə. هائز خبر المبتدا تفضيلا مفعول به لهائز والفاعل ضمير مستتر فيه مستوجب خبر ثاني لهو هو'nun ikinci adı haberidir. وفاعله ضمير مستتر فيه ضمير مستتر فيه ثنائه ثناء مفعول به neyin لمستوجبين وثناء مضاف ويا متكلم مضاف إليه الجميلة نعت لثناء والألف ise nedir? لإطلاق. Sonra vallahu el-vav lil istinaf bu lafz-ı celale Allah subhanahu teala yani müftadadır. Yağdı fiil-i mudar merfuun damme ve mukaddara aleyye ve fa'iluhu damir mustatir fihi cevazan takdiruhu huve yaudu ilallah. Vel cümle minel fiil ellezî huve yakdi ve fa'iluhu fi mehalli raf haberul müftada. Yani neyin? Allah subhanahu haber. Sonra bi hibatin cer ve mecrur mutaalliqun bi yakdi. Vafira naht. Neyin? Li hibatinin. Sonra li ve lehu fi derecat kullu vahid minhunne cer ve mecrur ve kulluhunne mutaalliqat neyle? Bi yakdi ile. Sonra ve derecat mudafun. Vel ahire mudafun ileyhi mecrurun. Ve alametul cari el kesre zahire. Ve sekkenehu li ecli vakf. Yani niçin sukunlu eləyib? Yani ahirah deyib. Yani qafiyə düzgəlsin yani. Dayanıbdır ona göre. Ve kâne min hakkil muslimin aleyhi en yaummahum bid-dua liyekuna zalika aqraba ila icabe. Və deyir bu cür dua eləmək, yəni dua ilə etdikdə, yəni hamını əhatə eləyən duanı eləyəndə deyir, icabətə daha yaxın olduğu üçün, yəni hər bir müsəlmana deyir haqqıdır ki, bu cür dua etsin. Sonra gətir burada tənbih İbn Mu'ti kimdir? Huva əş-Şeyx Zeynuddin Əbul Hüseyn Yahya ibn Abdülmu'ti ibn Abdülnur el-Zevavi nisbeten ile Zavava bu yer adıdır neyse. Ve kabiledir. Ve hiye kabiletun kebiretun kânet teskunu bi zahir bi cayeti min a'mal İfrika şimaliye. El-Fegi el-Hanefi. Neyse Afrika'da olan bir yere nispet oldu. Ve Şeyh yani Hicretin 564-cü anadan olub və ona deyiblər ki, Əqraul Ərabiyyə müddəti bi Misr və Dəməşq. Yəni Dəməşqdə, Misirdə yəni həmin vaxtlarda ərəb dilini öyrənmişdi, yəni onu daha yaxşı bilən idi. Və ruviyə anən Əl-Qasib bin Əsakir və qeyrihi və huvə əcəllu tələmidihi Əl-Cəzuli, yəni ondan rəvayət olunan hansı ki onun seçilmiş tələbələrindən olub. Və kənə min munfəridin bi ilm Ərabiyyə ki, ərəb dilində yəni yek olan adamlardan biri olub
yəni belə deyək də, bizdə deyirlər barmaqla sayılası adamlar da belə olur. Və huve sahibul elfiyyə məşhur və qeyrihə minəl kutub mumtiə. Və o məşhur əlfiyyə kitabında, yəni onun da özünün əlfiyyəsi olub. Əslində, yəni İbn Məlikdən qabaq o yazıb da. İbn Məlik də onun kitabını oxumağına həvəslənib. Belədir və digər də, yəni gözəl deyir, kitablar var şeyxin. Və qad tubi'at əlfiyyətü fi Avropa və Avropada yəni çap olunub. Hər bir halda buna baxarsınız ki, yəni şeyx 628-ci ildə Misirdə vəfat edib. Rahmehullah. İnşallah burada saxlayaq. Bir yəni İraba biraz çox toxunduq. Gələn dəfə inşallah yəni beytin əsas nəhv hissəsindən başlayarıq. Cəzakumullah xeyran.